Salam, hər vaxtınız xeyir olsun. Mətbəximə xoş gəlmisiniz. Bugün lobya çırpması hazırlayıram. İstədim ki, hazırladığım lobya çırpmasını sizlərlə bölüşüm. Bizə lazım olan ərzaqlar lobya, soğan, yumurta, yağ, duz, istiot və sarıkökdür. Təxmini burada yarım kilo lobya var. 4 nəfərlik nəzərdə tutulub. Əvvəlcə lobyaları yaxşı yuram. Sonra isə lobyaların hər iki tərəfdən baş hissələrini əlimlə kəsirim. Əvvəlcə yoxlayıram. Çox zaman lobyaların üzərində, yəni kənarında saplağı olur. Onu əllə ancaq kəsəndə bilinir. Baxın, bu hissəsində saplaq olur. Əllə kəsəndə o saplaq görünür, bilinir. Amma bıçaqla kəsəndə bilinmir. Ona görə əvvəlcə yoxladım ki, əgər lobyanın saplağı varsa, onları çıxardım. Onlar mütləq çıxmalıdır. Çünki onlar çox bərk olur. Bişən zamanda yaxşı görünmür. Yoxladım. Yəni lobyalar yaxşıdır. Ona görə elə bıçaqla lobyalarımı doğrayacağam. Bu formada, bu ölçüdə lobyaları doğrayıram. Onu da qeyd edeyim ki, işə başlamamışdan qabaq lobyanı bişirəcəyim tavada su qoyuram ki, qaynasın və həmin suda, duzlu suda lobyaları bir burun qaynadacağam. Artıq suyumuz qaynamağa başlayır və mən bura 2 xörək qaşığı duz əlavə edirəm. Qaynayan suya duz tökəndə su qaynardan düşür. Suyu qarışdırandan sonra lobyalarımı duzlu suda bir dəfə köklədib götürəcəm. İndi isə soğanlarımı doğrayıram. Siz istədiyiniz formada doğraya bilərsiniz. Xırda, uzun, mən aypara formasında doğrayacağım. Qeyd edeyim ki, soğan təzə soğandır. Bilirsiniz ki, adətən təzə soğanlar gec bişir. Ona görə çalışın ki, soğanları biraz nazik doğrayasınız. Artıq lobyalar qaynayır və lobyanı qarışdırıb lobyanın suyunu süzəcəyim. Əvvəlcə tavaya duru yağ əlavə etdim. Daha sonra isə ərinməmiş yağdan əlavə edirəm. Yağ sizin zövqünüzə bağlıdır, az və çox da edə bilərsiniz. Lobyaları əlavə etdikdən sonra isə arxasıca doğradığım soğanları əlavə edirəm. Lobyanın
duzu var idi. Çünki lobya duzlu suda qaynayır. Amma soğanın duzu yoxdur. Ona görə üzərindən duz səpirəm. Qarışdırandan sonra tavanın qapağını qoyuram ki, qovrulsun. Soğan da, lobya da. 2 ədəd yumurtanı üzərinə biraz duz səpdim və qarışdırıram. Lobyanın üzərinə sarkök və qara vişot əlavə edib qarışdırıram. Tavanın qapağını qoyuram ki, soğanlar da qovrulsun, pişsin. Artıq çığırtmamız hazır oldu. Üzərinə yumurtanı əlavə edib qazanın qapağını qoyuram. Artıq lobya çığırtması hazırdır. Əlbəttə bu çığırtmanı yeyənlər, sevənlər bilirlər ki, lobya çığırtması sarımsaqlı qatıqla çox gözəl, dadlı olur. Sizlər də bişirin. Əlbəttə bunu paylaşdım bilməyənlər üçün. Sizin də bu lobya çığırtması ilə bağlı məsləhətləriniz, fikirləriniz varsa, şərh bölməsində yazıb bizimlə bölüşə bilərsiniz. Süfrələriniz həmişə ruzulu, bərəkətli, evləriniz qonaqlı qaralı olsun. Ümid edirəm bəyənərsiniz. Like etməyi unutmayın. Sağ olun, sağlıqla qalın.